Hər vaxtınız xeyir. Bugün müasir elektronikanın, belə deyək, görünməz qəhrəmanlarından birini araşdıracağıq. Söhbət elektrik cərəyanının dəyişməsinə qarşı çıxan o maraqlı qüvvədən, induktorlardan gedir. Gəlin elə birbaşa sualdan başlayaq. Heç düşünmüsünüzmü ki, adi, sadə bir məftil sarğısı necə olur ki, müasir texnologiyanın demək olar təməl daşına çevrilir? Necə olur ki, bu balaca detal hər şeyin içində var? Yaxşı, gəlin başlayaq. Bəs nədir bu induktor? Ən sadə dildə desək, bir induktor ya da bəzən bobin də deyirik, sadəcə bir nüvənin ətrafına sarılmış izolyasiyalı bir məftildir. Bəli, bu qədər sadə, amma bu sadəliyin arxasında əslində böyük bir fizika və böyük bir güc yatır. Deməli, induktorun əsas işi nədir? Onun işi elektrik enerjisini alıb, onu müvəqqəti olaraq bir maqnit sahəsinə çevirərək saxlamaqdır. Sanki enerjini bir anlıq pauza edir, dondurur. Bu qabiliyyətinə biz induktans deyirik və onu böyük alim Joseph Henry'nin şərəfinə Henry ilə ölçürük. Bəs yaxşı, bu sadə məftin sarğısı bunu necə bacarır? Hə, əsl fizika burada başlayır. Bütün sir, dahi fizik Michael Faraday'in hələ 1830-cu illərdə kəşf etdiyi o məşhur elektromaqnit induksiya qanununda gizlənir. Gəlin bu prosesi addım-addım izləyək. Çox sadədir. 1. Cərəyan məftildən axmağa başlayır. 2. Məftilin ətrafında dərhal bir maqnit sahəsi yaranır, enerji burada toplanır. İndi isə ən maraqlı yerinə gəldik. 3. Təsəvvür edir ki, cərəyan dəyişmək istəyir, ya artmaq, ya da azalmaq. Bax, 4-cü addımda o toplanmış maqnit enerjisi oyanır və bir əks gərginlik yaradır. Və nihayət 5. Bu əks gərginlik cərəyanın dəyişməsinə mane olur, onu yavaşladır. Buna bir növ elektron ətalət də deyə bilərik. Yəni, əsas məğzi tutdunuzmu? İnduktorun işi cəryanı dayandırmaq deyil. Çaşdırmayın, o rezistorun işidir. İnduktorun işi cəryanın dəyişməsinə qarşı çıxmaqdır. Dəyişikliyi sevmir. Baxın, bu ağır bir çarxı fırlatmağa bənzəyir. Onu sabit sürətlə fırlatmaq olar, amma birdən sürətləndirmək ya da dayandırmaq istəsəniz, sizə necə müqavimət göstərəcək? Bax, induktorda cəryan üçün eyni ilə o çarx kimidir. İndi induktorun bu dəyişikliyə qarşı olan inadkar xarakteri onun iki fərqli cəryan növündə, yəni sabit və dəyişən cəryanda özünü tamamilə fərqli aparmasına səbəb olur. Sanki iki fərqli üzü var. Gəlin baxa görək bu necə olur. Bu məsələni çox gözəl izah edir. Baxın, solda sabit cərəyan, yəni DC var. Cərəyan dəyişmədiyi üçün induktorda rahatdır, sanki heç yoxdur. Adi bir naqil kimi cərəyanı buraxır, keçir. Amma sağ tərəfə baxın, dəyişən cərəyan, yəni AC, daim istiqamətini dəyişir. İnduktorda buna dözə bilmir və bir əyləcə çevrilir. Cərəyana müqavimət göstərir. Və ən vacibi, cərəyan nə qədər tez-tez dəyişirsə, yəni tezlik nə qədər yüksək olursa, induktorun müqaviməti də bir o qədər artır. Yaxşı, bəs bütün bu fizika, bu nəzəriyyə real həyatda bizim nəyimizə lazımdır? İnduktorların, bax bu dəyişiklik sevməyən xüsusiyyəti onları gündəlik istifadə etdiyimiz o qədər çox cihaz üçün sözün əsl mənasında əvəz olunmazdır. Onlar hər yerdədir. Məsələn, güc çeviricilərində cəryanı sabitləşdirmək üçün, transformatorlarda gərginliyi artırıb azaltmaq üçün, radiolarda isə lazımsız səs-küyü, o cızıltını kəsib atmaq üçün istifadə olunur. Hətta avtomobilinizin mühərrikindən tutmuş, xəstəxanalardakı o böyük MRT cihazlarına qədər hər yerin içində bu balaca detallardan var. Bu cədvəl hər şeyi daha da aydınlaşdırır. Enerji təchizatlarında cərəyanı hamarlayır, transformatorlarda gərginliyi çevirir. Amma mənim ən sevdiyim misal radiodur. Radioda sevimli stansiyanızı tutmaq istəyəndə, əslində induktor digər bütün stansiyaları filtrdən keçirir, bloklayır ki, siz ancaq istədiyiniz musiqini təmiz eşidə biləsiniz. Yaxşı, bəs bütün bu məlumatların bizim üçün, sizin üçün əsas mənası nədir? Nəyi yadda saxlamalıyıq? Yadda saxlamalı olduğumuz ən əsas fikir budur. İnduktorlar dövrələrin mühafizəçisidir, stabilizatorudur. Onlar cəryandakı kəskin sıçrayışları, dalğalanmaları yumşaldaraq həssas elektron hissələri qoruyur. Yəni, qeyri-sabit cəryanı alıb, onu hamar, təhlükəsiz bir axına çevirirlər. Və bu da bizi son bir düşüncəyə getirir. Bir anlıq təsəvvür edin, əgər bu kiçik, adi görünən məftil sarğısı olmasaydı, müasir dünyamız necə olardı? Smartfonlarımız, kompüterlərimiz, avtomobillərimiz bunlardan hansıları işləməyə davam edərdi? Bəlkə də heç biri. Cavab, yəqin ki, hamımızı təəccübləndirərdi.